Deməli dostlar, hər gün Azərbaycan televiziyalarında hansısa qeyri-etik, əxlaq normalarına sığmayan bir mənzərə ilə rastlaşırıq. Evimizin içinə qədər daxil olub bu arzu olunmaz insanlar, onların danışıqları qeyri-etik. Mən biraz yumşaq ifadə edirəm. Bunların davranışları, öz şəxsi həyatlarında yol verdikləri xoşagəlməz əməlləri ekranlara daşıyıb, oradan da 10 milyonluq Azərbaycan xalqının ailəsinin içinə qədər gətirən bəzi insanlar efirlərimizdə yığışdırılmır. Efirlərimizdə at oynadırlar, belə desək. Space kanalında Tarixin Bir Günü adlı verilişdə bir müğənni ona xəyanət edən ərinə cavab olaraq o özü də ərinə başqası ilə xəyanət etdiyini deyib və çox rahat bir şəkildə bunu ifadə edir. Bütün Azərbaycan xalqının qarşısında mən də cavabında, əvəzində ona ərimə xəyanət etdim deyir. Düzdür, bu məsələ ilə bağlı araşdırma başlayıb, amma bu nə birincidir və belə baxıram ki, nə də sonuncu olmayacaq. Hiç xəyanət etmirsənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxmırsan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Şabə, bu sən sevdiyin insana qarşı olur. Bəli, çox sevdiyim insan mənə xəyanət edib, mən də ona cavab olaraq eləmişəm.